Amerika Birləşmiş Ştatlarının müharibə naziri Pete Hegseth çərşənbə axşamı ABŞ-nin İrana hərbi əməliyyatların başlanmasından bəri ən güclü zərbələri endirəcəyini vəd edib. Bu barədə o, Ağ Evdə Donald Trumpla keçirilən mətbuat konfransında bildirib. Bugün ABŞ prezidentinin göstərişi ilə yaxın şərqdə əməliyyat başlayandan bəri ən çox hava zərbəsi endiriləcək. Sabah isə bu gündən də çox olacaq deyə Pentagon rəhbəri deyib. Onun sözlərinə görə ABŞ qoşunları ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün istənilən vaxt, istənilən yerə getməyə hazırdır. Sonra isə İranın seçimi olacaq. Ağıllı seçim edin. Çünki prezident zarafat etmir. Biz dəqiq hərəkətlə hava məkanına nəzarət edirik deyə Hegseth vurğulayıb. Bu arada Axios portalı İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trump'ı İranla atəşkəsdən yayındırmağa çalışması ilə bağlı məlumat yayıb. Portal qeyd edib ki, sonuncu telefon danışığında Netanyahu prezident Trump'ı bu mərhələdə atəşkəsə nail olmağa çalışmamağa çağırdı və belə bir addımla bağlı risklərdən narahatlığını ifadə etdi.